Mövzuya keçməmişdən əvvəl mən hüquqşünas Zaur Seyidzadə sizdən xahiş etmək istəyirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbəri olsun. Eyni zamanda ona görə bəyənin ki, mən özüm əyrə arabasında olduğuma görə, yəni ki, istəyən bir yer götürürüm, əyrə dostlarıma əyrə işini satırım, eyni zamanda hüquqi yardım göstərdim. Bunun üçün də inanıram, istəyən YouTube mənə ödəniş yazıb. Videonu bəyənin və abunə olun. Hər bəyənməyə görə, hər abunəyə görə YouTube bu köpü dəyəndə ödəniş edir. Eyni zamanda kim baxırsa faydalanırsa mənim videoma imkan daxilində qeyd olunan kart nömrəsinə iyanə etsin. Bir daha qeyd edin ki, hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsinə WhatsApp vasitəsilə əlaqə saxlaya bilirsiniz. Suallarınızı səsini göndərin. Beləliklə keçdiyimizə hörmətli izləyicilər. Qeyd edin ki, vəsai yolunda olsa əgər əmrək almışsınızsa, torpaq sahəsizsə, torpaq sahəsini əldə edə bilmirsiniz. Bir il ərzində ya satmalısınız, ya bağışlamalısınız, hörmətli izləyicilər. Axır ki, yəni ki, təhvil verməlisiniz, belə deyək. Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər torpaq ala bilməzlər. Əgər yox, həyət evi almışsınızsa, həyət evinin torpağı ödəşməyibsə, ala bilərsiniz. Bu həmin də belə deyək. Vəsai yolunu əldə etmişsinizsə, belə deyək, vəsiyyətnamə yolunu əldə etmişsinizsə, o həmin şəxslərə də aiddir. Eyni zamanda qeyd edin ki, hörmətli izləyicilər, icazəni almağın bir neçə növü var, orada qeyd edin, diqqətlə baxın. Yaşayış icazəsində söhbət gedir. Birinci variant, əgər Azərbaycan Respublikasının ərazisində sizin 100 minlik əmlakınız varsa, bu obyekt ola bilər, ev ola bilər, söhbət gedir daşınmaz əmlakdan. 100 minlik varsa, o halda birbaşa yaşayış icazəsi ala bilərsiniz, hörmətli izləyicilər. Yəni bu belə də ola bilər. Tutaq ki, 40 minlik eviniz var, 60 minlik obyekt var. Və yaxud da 2 də eviniz var, biri 60 minlik, biri 40 minlik, və yaxud da ikisi də 50 minlik. Cəmi əməlidir, hörmətli izləyicilər, 100 min. Nəzərə alın. Yəni bunu dilən deməklə yox, hörmətli izləyicilər. Mütləq qaydada qiymətləndirmə idarəsi gəlir qiymət qoyur. Ki, sizin neçə minlik əmlakınız var. Hətta bağışlama yoluna və əsər yolunu əldə etmişsinizsə, ona da qiymət qoyur. Onun da əsasında siz yaşayış icazəsi ala bilərsiniz. Mütləq qaydada. Bir variant bu. Digər variant da qeyd edirəm. Videonu bəyənin. Qoy daha çox şəxslər bu barədə məlumat olsun. Digər yolu dediyim kimi ondan ibarətdir ki, əgər Azərbaycan Respublikasında ailə qurmuşsunuzsa, mütləq qaydada hörmətli izləyicilər, yaşamaq icazəsi ala bilərsiniz. Və ya işləməyə gələsiniz, əmək müqaviləsi varsa.